Salam, bu Bookline podkastıdır. Bugün de kitabdan danışacağıq, amma biraz fərqli danışacağıq. Çünki onunla kitab oxumaq faydalıdır, məzmununda danışmaq, düzünü desək biraz ayıb olar. Həmsöhbətim şair, nasir, dramaturq, eləcə də publisist Seyran Səxavətdir. Seyran müəllim, xoş gördük sizi. Hoş gördük. Başlayaq. Başlayaq. Seyran müəllim, bizim kinoda, dilimiz də reanimasiyadadır. Hərəsi də bir palatada yatır demişsiniz. İndi mən sizdən soruşmaq istəyirəm. Kitab bu xəstəxananın harasındadır? Birisi nətərdir? Sizə bir şey deyim. Bax o kinoda, kitapda, mədəniyyətin hamısı demək olar ki, hətta rəssamlıq da hamısı dilin içindədir. Rəssamlığın öz dili var, xeyr deyil. Elədir. Ki, kinematograf necə belə kefi kök ola bilər, necə bütün boğuqluğu ilə görükə bilər ki, orada bilmirsən hansı dildə danışılır. Başa düşdün? Dilimiz çox ağır vəziyyətdədir. Artıq mən 20 ildir, indi mən eləmişəm də, mən sözünün əvəzinə ayrı şey var deyim. Artıq 20 ildir, elə bir 7500'e qədər intervyu vermişəm, onun bəlkə bir 6500'ündə mən dil məsələsini xatırlatmışam, demişəm. Özüm də bir məruzə hazırlamışam. Deməli, adı da belədir, cümlə qurmaq, dövlət qurmaq qədər çətindir. Bu məruzə ilə, bax, Mətbuat Şurasında, Azərbaycan Yazıçılar Birliyində, Akademiyanın ədəbiyyatın üstündə, Akademiyanın dilçiliyin üstündə, Dövlət Dil Qurumu yanında monitoring şöbəsində, sonra Milli Məclisdən xahiş elədim, o Mədəniyyət Komitəsindən, o vaxtki Fazil. Onunla bir yerde akademiyanın ümumi bir iclasını keçirdik. Orada mən məruzə elədim, güya məruzəndə müzakirə elədilər. Amma heç nəyin xeyri yoxdur. Belə mən o ədəbiyyatın üstündə, sonra dilçinin üstündə çıxış edəndə mən hiss elədim ki, bunlarda o dil hissiyatı elə bil ölüb. Bax, inanın size, gözlərin içine baxa-baxa faktlar sayıram. Məndə bir 30 minə qədər fakt var ki, dilimiz necə korlanır. Gözlerine baxıram, reaksiya yoxdur. Bu monitorinqi harda aparırsınız? Televiziyalarda, yazılı mətbuatda, Monitorinqi, küçədə? Bu 30 min o iradınızı bəli, hardan toplamısınız? Evdə televiziya baxa-baxa. Arvadın süfrəsinin üstünə yazmışam. Arvad da məndən işləndi ki, kişi süfrənin üstünə yazmaq olmaz. Harda gəldi? Elə faktlar var ki, biz kızım dili düzey, yazıçılar da dili cilalayırlar. Ama hazırın naziridir de, hazır dili cilalayırlar. Ama dilin yaşadanı, dünyaya getireni, onu koruyanı xalqdır. Xalq, mənim balam, artıq başlayıb televiziya məkanının dili ilə danışmağa. Məsələn, bir kətçidən intervallar, mənim kimi bir kətçidən. Bu mikrofonları görən kimi özün yığışdırır, olur güya mədən adam. İndi sən bunun danışığına fikir ver. Əgər mən səhvəmsə, nə olur? Mən deməklə deyir ki, buyurun, siz mənə iradınızı da bildirə bilərsiniz. Mən elə şey gembol adamam. Deməli, kətçi intervyu verir, deyir ki, telefonuma zəng daxil oldu. Adam daxil olar, zəng daxil olmaz, düzdür mü? Adamla zəngin fərqi var. Əlbəttə var. Niyə bəs reaksiya vermişsən? Deyirəm, adam daxil olar, zəng gələr, cingildiyər. Telefonuma zəng daxil oldu. Ola bilərmi savadsız görünməkdən qorxa-qorxa bu səhvləri Qoy edirik və... mən fikrimi axıra çatdırım. Buyurun, əlbəttə. Çatdırmamışam ha. Telefonuma zəng daxil oldu. Mənim nəzərimə keçi deyir, nənəm sana qurbana keçi. Mənim nəzərimə çatdıdılar ki, ananız, nə bilim, Bakı-Qazax yolunun filan kilometrliyində avtomobil qəzasında iştirak eləyib. Bəh, 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 bəh. Hələ bu nədir? Sonra deyir, mən anama yaxınlaşdım. Nə bilim, anama baxış keçirtdim. Kim çatır sizə? Onda o Bu bu dili dəhşətli, bu ölüm kitabdan deyil. öyrənməyib də, televiziyadan öyrənib. Belə çıxır. Bəli, bir nömrəli 95% bu dilə qarşı olan bir cinayətdir və bu cinayətkarın başında Azərbaycan televiziya məkanı dayanır. Kim istəyir versin məni məhkəməyə, gəlsin deyib 10 nəfər gəlsinlər, mən onları başa salmağa çalışım ki, çünki onları başa salmaq da çətindir. Kabala, sizin danışdığınız Azərbaycan dili deyil. Bilirsən qızım, belə bir şey var, indi mücərrət görkəli.
Bax bir dəfə 5-6 professor, akademik zat bir yerdə belə də oturub söhbət edirdik. Dedilər ki, nəsə iş gəldi boşanmanın üstünə çıxdı. Hərə bir səbəb dedi. Bir dedi iqtisadi vəziyyətə görə, bir dedi ev olmur. Belə də, onlar da haqlı. Mən dili belə qayıtdım, ortalığa bir söz attım ki, bunlar da var, amma bunlar həll edici deyil. Əsas odur ki, Azərbaycan dili reanimasiya vəziyyətindədir. Ki, boşanma çoxalır. İndi sana da qəribə gələcək o. Çünki dilin boşanmaya nə dəxli var? Amma sənə qəribə gəlməməlidir, mənim balam. Dilin birbaşa boşanmaya dəxli var. İki cavan yola getməyəndə nisbətən ağsaqqallar, dünya görmüş təcrübə adamlar nə deyirlər o cavanlar? Deyir bala, gedin, dil tapın, dolanın. Bilirsən, belə söz xatirinə deyil. Dil tapandan sonra soğan çörək, qara ikra kimi, qırmızı ikra kimi bir şeydir. Dil tapmasan, o qara ikrada, qırmızı ikrada heç yeməli, yaxın durmalı deyil. Bu dil tapmağı öyrənməyin üsulları var da yəqin ki. Dil tapmanın bir nömrəli deməli səbəbi əvvəla bu gendən gəlməlidir. Adam balası olmaq lazımdır. Genim çatır. Bir də ki oxumaq lazımdır. Çoxlu kitab oxumaq lazımdır. Kitab. Ay qızım bunu nə Seyran Səxavət deyir, nə sən deyirsən. Bir dənə söz var. Hamınız təsdiq edə bilərsiniz. Mən bunu havadan danışmıram. Deməli, bir adamın işləri xarab gedəndə, işləri gətirməyəndə, nə bilim, elə sağa addım atır, batır, sola addım atır, xarab olur işləri. Buna nə deyirlər? Deyir, o yazıqdan danışmıyor, onun kitabı bağlanıb. Kitabı bağlanıb, cibi bağlanıb demirlər. Mən də ona görə bu millətimə, mən də bu millətin içində, mən də buralıyam da, mən də bu millətin bir ayaqyalın başa çıx balası kimi deyirəm ki, kitabınızı bağlamayın, ha kişilər. Bu millətin o ayaqyalın balası nə vaxt başladı? Bax, siz kitabla yaşınızın, ömrünüzün hansı mərhələsində bildiniz ki, ayrılmaz dost olmuşsunuz, yol yoldaşsınız. Deyim də, mən kənd uşağıyam, keçiyəm. Amma anam şəhər qızıdır. Atamın ananın bir qızı idi. Atam onu qaçırtmışdı kəndə. Atam da qaşaq kişidir. Gör ki, anam istəyib gəlib. Dəli söhbət ondan getmir. Deməli, 3-cü sinifdən anam özü ilə bərabər bizim kəndə şəhərdən gələndə kitablarını da gətirmişdi. Kətdə 2 dənə kitabxana var. Bir kolxozun kitabxanası, bir də bizim evdə kitabxana. Mən orada anam mənə Koroğlu dastanını dedi. Mən balam bunu oxu yavaşı var. Gördüm sənə, Koroğlu dünyanın dağıdır, bunun qabağına duran yoxdur. Elə çox istədim Koroğlu'nu, elə bildim ya əmimdir, ya atamdır, ya babamdır. Və ondan sonra mənə həvəs gəldi kitab oxumağa. Sonra başladım, nə bilim, Rusçada oxumağa. Kitablar, kətdə yox ha, şəhərdə, Bakıda. Sonra biraz keçəndən sonra Farsça kitablar oxumağa başladım. Biraz keçəndən sonra biraz ərəbcə oxumağa başladım. Biraz keçəndən sonra İngilizcə, yəni oxumaq. Allah qəni rəhmət eləsin o kişiyə. Yəni yaxşı oxucu oldunuz ki, yaxşı yazıcı oldunuz. Lenin deyirdi ki, oxumaq, yenə oxumaq. İndi o dəbdən düşüb mən neyniyim? Amma bu ağıllı sözdür axı. Oxumaq lazımdır, oxumaq. Oxumasan kör kimi bir şeysən. Elə belə, elde bir söz var, baxar kör. Baxır amma görmür də, nənə, başa düşdün? Nə olsun, gözümüz var, heç nə görməyəcək. Bax, siz daha təhlükəli hesab edirsiniz kitabın qıtlığını yoxsa bolluğunu. İndi gənclərimiz bir də oxumağa kitab tapmadıqlarına şikayət edirlər. Gənclər, mən inanmıram. Onlar deyir ki, mənim o qalın Tolstoy oxumağa vaxtım yoxdur. Vaxtın yoxdur, deməli sənin vaxtın da yoxdur. Başa düşdün? O gənclər, hərdən mən də rast gəlirəm ki, niyə bunlar, bizdə bir yönünə əsər yoxdur. Bizdə bir, Azərbaycanda yetərincə gözəl əsərlər yazılır. Elə onun bir neçəsində mən özüm yazmışam. Bax, elə belə açıq söhbətdir, qızım. Mən belə sərt danışmağıma baxma. Mən çox ürəyi yumşaq və mülayim bir adamam. Bax, yox. Sən nekrolog və Yəhudi əlifbası romanlarını de görüm kim yazıb da oxumusan mı? Siz yazmışsınız və oxumuşam. İkisini də? Bəli. Sən belə gəlsə məni bir tərih eləyəsən. Çünki oxuyan yoxdur. O gənclər gəlib şikayət edəndə deyin ki, sənin üçün nekrolog romanını nazildə bilmərik. Şagird dəftəri nazildə eləyə bilmərik. Oxursan oxu, oxumursan heç oxuma. Sən qızım bir söz deyil. Bir yerdən sonra yazara elə bil ki,
haqq da vermək olar. Bir yerdən sonra deyirsinizmi, oxumurlar, heç oxumasınlar. Bəli, yalvaran deyiləm. Hətta deməli bəzi oxucular adamdan kitab istəyirlər. Başa düşürsən? Elə kitab, məsələn, Daş Evlər romanı mənim ilk dəfə 100.000 tirajla çap olundu. Sonra bir 3 dəfə də çap olunub. Məsələn, mənim özümdə yoxdur. Dünənləri bir KGB polkovnikindən xahiş eləmişəm, o hardansa tapdı, gətirdi mənə. Ki, kim olsa öz evimdə, arxivimdə olsun. Məndən kitab demə belə çıxır ki, Azərbaycan oxucusu çox harındır. Bildin? Mən həm kitab yazmalıyam. Həm də aparıb ona verməliyəm. Birazdan sonra deyəcək ki, indi kitab yazmısan, laf yaxşı. Gətirib mənə vermirsən, ondan da yaxşı. İndi gəl mənim üçün, mən oturum çay içim, sənin üçün, mənim üçün bu kitabı oxu. Elə şey var. Necə oldu? Bax, bu necə yarandı? Bax, biz kitab oxuyan toplum idik, yoxsa elə biraz da az oxuyurduq, get-get azaltdıq? Yox, biz SSR-də, indi sən uşaqsan qızım, SSR-də ən çox kitab oxuyan 3 ölkənin biri bizimkidir. 3 respublikanın biri bizimkidir. Möhtəşəm. Bizdə Rusça Addel Patpiska deyilən bir yer vardı. Orada cemaat, necə ki qəzetə abunə yazmırlar, kitaba abunə. Ta ki Tolstoy'un ciltləri çap olunacaq 6 aydan sonra. Bəri başdan gedib şey yazırdı. Hətta çap olunmamış Azərbaycan jurnalında oxuyardıq əvvəl. Mən onu da görmüşəm, o qədər uşaq deyiləm. Kitabın çapından qabaq Azərbaycan jurnalında hissə olardı, oradan belə oxuyardıq. Siz oxuyardıq, başqalarını oxuyardıq. Bütün də çap eləyirdi Azərbaycan jurnalı. Bizim ədəbiyyatımızın o əsas bel sütunuydu da. Orada böyük romanlar, povestlər, hekayələr orada çap olurdu. Siz şeir də yazdınız. Siz həm də nəsr yazdınız. Siz publisistsiniz. Səmimi bir şey soruşacağım, amma bu yazıcı kimi soruşuram sizdən. Hansında oxucunu daha çox cəlb elədiniz? Oxucunu daha çox hansında aldatmaq asandır? Bir şey deyim də sənə. Bir qədim aldatmaq dedin yadıma düşdü. Bir qədim Türk bayatısı nədir? Kimi sıra yadıma düşdü ki, deyir, öyle bir yalandır ki, inanmayayım yalandır. Bəşəriyyətin 90%'i təki şirin olsun. Yalan olmur, ne olsun. Ama onu Allah da öyle bir yalandır ki, inanmıyor. Ama bizdə, mən hele şeyler hiç vaxt fikirləşməmişəm. Siz kızım, şeirin de, dramaturgiyanın da, publisistikanın da, ne bileyim, nəsrin də materialı nədir? Söz. O bölgeleri mən qəbul eləmirəm, o janrları. Mənim üçün bir janrı Bu var. janrın hansında oxucunuz daha çox idi? Hamısında. Mesela ben popüler şair olmuşam. Böyle pis çıxmasın. Birinci cildimdə. Sevgi şeirleri. Mesela Ramiz Rövşən mənim qaqam. Dostluq 64'ten dostluq. O sevindi siz şeirden gidəndə. Özü demişti, yazmış, çıxış elədi. Sonra da haradasa sen yazmıştı ki, şairlerin xoşbəxtliyindən vergül, nasirlərin bədbəxtliyindən Seyran Səxavət şeirdən nəsrə keçdi. Biz əsas, hətta mən Böyle keskin keçdi. Sonra heç şeir yazmadınız. Yox, yazmışam sonra bir 525-ci qəzetin 2 qoşa səhifəsi. Məsələn, bəxləri mən maşından düşəndə piyada gəldik. Ya yol boyu maşınla söhbət elədik də. Yaxşı söhbət elədik, düzdürmü? Gülüşdünüz eləmi xeyli? Bunun janrı nədir? Dramaturgiya deyil, publistika deyil, poeziya deyil, nəsr deyil, düzdürmü? Bu janr, ona görə mən deyirəm, bir janr var mənim üçün. Z, 3 dənə də nida işarəsi. Biraz da səmimi söz, rəngsiz, bəzədilməmiş. Onu demirəm. Cəmaat tərif də elə, indi 21-ci əsrdə, evin Allah sizə, heç kəsə idat gəlmək olmur, kələk gəlmək olmur. Amma kələk gəlməyə heç kəsə mümkünat azaldığı qədər də həvəs çox olur. Elə bil, hamı bir-birinə kələk gəlmək istəyir. Heç kəs düz hərəkət eləmək istəmir. Oxucularınızla belə görüşmə fürsətiniz, imza günləri, kitab yarmarkalarında bu fürsətiniz olur. Oxucunun biraz nə istədiyini, nəbzini tutmağa fürsətiniz olur. Qabaq oxucunun nə istədiyini adam o bilinmir, o beyin materialıdır, o buranın materialıdır. Onu yazanda düşünmürsünüz də nə istəyir. Aysa onu hiss eləyirdik qabaq. İndi heç mən bilirəm nə istəyirəm yazanda. Amma oxucu bilmir nə istəyir. Bəlkə də istəmir heç nə. Ona görə mən deyirəm bilmir nə istəyir. Başa düşürsən? Özdə oxucunu da qızım öz başına qoymaq olmaz. Bəzən bu teleradio məkanında bu deyirlər belə bir şey deyir ki, xalq bunu istəyir də. Nə olsun? Mən də onda demişdim ki, yeri düşü təkrar edirəm. Buyurun.
Xalq çox şey istəyər. Xalq uşaq kimi şeydir. İndi evdə uşağımız adımız var da. Uşaq körpə vaxtından nə istəsə onu versək ona, o uşağın gələcəyi qaranlıqdır. Düzdür? Hər gün zırramanın biri olacaq. Başa düşdün? Xalqı da öz başına qoymaq olmaz. Xalq min illərdir bütün xalqlar uşaq kimi şeydir. Onu gərək düz tərbiyə eləyəsən. Seyran müəllim, sosial şəbəkələrlə aranız necədir? Belə yerdən girirəm, girəndə çıxamıram, çıxanda da girəmirəm. Yəni belə Gənclərimiz də girirlər, çıxa bilmirlər və qısa hekayələrə, qısa məzmuna alışıblar. Yəni qaçılmazdır. Bu faktı göz ardı eləyə bilmərik. o qısa məsələsini deyim də sana. Güya bunları daha doğrusu vaxtı yox. Bizdən çox yolda tələsiyən var. Hə yox. Hamımız tələsirik. Hamı tələsir. Bizdən də çox dala qalan var. Yox. Yoxdur. Bax, bu həmən şeydir. O oxucuda da cavanın güya vaxtı yoxdur. Mən ictimai nəqliyyat Zaman o zamandır. Zaman o zaman deyil. Biz o adamlar deyilik. Zaman bir sənə nətərdir. Zaman haqqında bir dəfə mən yaxşı bir söz demişəm. Sonra özümün də xoşuma gəldi. Deyirəm insanlar gecə gündüz günah eləyirlər. Sonra günahlarını yıxırlar zamanın boynuna. Əcəba bu zamanın boynu nə yoğunluqdadır? Gecə gündüz günahı axıdırlar zamana, zamanın üstünə yıxırlar. Axırda zaman, yəni zəmanə bəşəriyyətin günah ambarına çevrilir. Və bir gün bu ambar partlayanda həmən o dünyanın axırı olacaq. Pandemiya birinci xəbərdarlığıdır. Bildin? Əgər oxumursa, lap yazıçının ən yaxşısını yazsa da, əgər oxumursa yazıçı yenə yazsın mı? Yəni onu soruşmaq istəyirəm. Siz oxumasalar yazacaq. Anladım. Qızım bu ya mənə elə gəlir ki, yəni mən öz təcrübəmi, öz yaradıcılıq mətbəximdən çıxış edərək deyirəm ki, orada yazıçı yazısını oxumurlarsa o yazacaqmı? O elə deyil orada. Orada başqa prosesdir. Nədir? İkiş kəmliylə sənə deyim. Bəli. Odur ki, mən bəzi adamlar deyir ki, yazıçılıq Allah vergisidir. Düz deyirlər. Eləmi? Elədir. Mən etiraz eləmirəm. Amma mən biraz başqa münasibətim var ki, yazıçılıq, şairlik, rəssamlıq bu xasiyyətdir. Bax, yazıçılıq Seyranın xasiyyətidir. Başa düşdün? Mən bu xasiyyətimi təqdir edə bilmərəm axı. Düzdürmü? Bu bir. İkinci də ki, yazmasan adam dolur partlaya bilər. Sən öz yükünü boşaltmaq üçün oxucu oxuyur, oxumur. Sən öz yükünü yerə qoymalısan. Başa düşdün mənim balam? Bugün özünüz nə qədər yaxşı oxucusunuz? Vaxtınız qalır oxumağa. Mən super oxucuyam. Mən Şübhələnmə. Azərbaycanın bəlkə də dünyanın ən istedadlı oxucularından biriyəm. Nə oxuyursunuz ən çox? Mən bax gənclər oxuyuram, xarici ədəbiyyat oxuyuram. Bu yaxınlarda ən çox sevdiyim Alman yazıcısı Siegfried Lenz. Bütün Nobel mükafatı alanlardan mənim üçün o yuxarıdır. Onu oxumuşam. Bir də mənim bir ruh yaxınım var. Gürcü yazısı Nodar Dumbadze. Mən onu hər 10 ildən bir təkrar oxuyuram. Və bir dəfə onun özünə demişdim. Dedim Nodar, bu yaxınlarda qızı ilə görüşdüm. Kitab sərgisində. Elə bir kövrək görüşümüz oldu. Ay Allah, Allah. İkimiz də ağlaşdıq nəysə. O da Qafqazlıdır da. Ağlaşma bizim canımızda var. Bir dəfə Nodar Vladimirovичə dedim ki, Nodar Vladimiroviç, bəs mən Gürcü, Azərbaycan dedim, mən Gürcü olsaydım Nodar kimi yazardım. Amma sən də onu bilgilən. Sən də Azərbaycanlı olsan Seyran kimi yazarlardın. Yəni bax onu oxuyuram. Sonra ədəbi prosesi izləyirəm. Bu saat sana deyim ki, bunu dəfələrlə demişəm. Burada da deyim. Buyurun. Sən də ürəyin açılsın. Buyurun. Deməli, bu saat Azərbaycanda qadın ədəbiyyatı. Qadın ədəbiyyatı söz düzdür. Mən bunu şərti deyirəm. Başa düşürsən Ədəbiyyatın deyirsiniz, cinsi hə. olmur. Ədəbiyyatın qadını kişisi olmur. Bildin? Deməli, qadın ədəbiyyatı çox möhtəşəm inkişaf edir Azərbaycanda. Gözəl şairlərimiz, nasirlərimiz var. Həm söhbət olursunuz da, naşirləri görürsünüz. Siz daha yaxınsınız bizim hamımızdan o camiaya. Göstərənləri qınayırsınızmı ki, bax bu ay naşirlər niyə çap eləmirsiniz, niyə göstərmirsiniz? Niyə bugün gənc Azərbaycan oxucusu Seyran Səxavətin dilindən işləndə tanıyır onu? Üç nətərdir. Burada biznes marağı var. Kitab da vaxtdan biznes marağına çevrildi. Elə şeylər var ki, qızım, mən harasa intervyu verirdim. Yazıçıların dolanmağı ilə bağlı saytlarda var, bəlkə də rast gəlirsə. Bu bazar iqtisadiyyatı, indi mən iqtisadçı deyiləm, amma bilirəm ki,
Tutaq ki, bax, bizim bu bölgədə bazar iqtisadiyyatı çox anti-insani bir vücuddur. Atılıb ortalığa. Yadınızda qalarsa, siz de bilmirəm, xatırlamırsınız. Hətta Azərbaycanda hər şeyi ancaq alverə, öz mənafeyinə uyğunlaşdıran adamlara pis baxıb onlar haqqında belə deyirdilər. Tire, o bazar adamıdır. Eşitmiş olarsınız, yəqin yaşlılar. İndi hər şeyi bazara qurban vermişik. Bazar iqtisadiyyatı olsun. Seyran və Seyran kimi milyonlar da yığışa onun qabağını ala bilməz. Çünki burada nəfs var, qazanç var, pul var, tamah var. Biz onun qabağını ala bilmərik, olsun. Amma onunla da paralel, bazar iqtisadiyyatı ilə da paralel bir insan iqtisadiyyatı olsun, bir adamlıq da olsun. Yoxdur, o yazar kitabını sata bilməsə, Jack London da qonorar üçün yazırdı da. Yəni o sata bilməsə niyə yazsın deyir axı özünə. Oxucu vacibdir. Yəni onu demək istəyirəm ki, oxucu doğrudan da vacibdir. Yazar satılmalıdır. Yox, satılmalı deyə o işin texnik tərəfidir. Bayaq mən sana dedim. Dediniz amma o nəyinə yaşasın? Kişi yazıcılardan üzr istəyirəm. Kişi yazıcılardan üzr istəyirəm. Qadın hamilədir, elə deyil. Buyurun. Gəldi, ağzı tutdu, bu neynəməlidir, doğmalıdır da. Bax, yazıçılıq da elə bir şeydir, mənim balam. Axırda o qadın fikirləşmir, bu doğuş buna xeyir gətirəcək, uşaq pulu alacaq, almayacaq, düzdürmü? Düzdür. Bu belə bir prosesdir. Yəni küsmür də yazar. O yazıçılar ki, əgər kitabı satılmırsa, pul ala bilmirsə, yazmağı tərk edirsə, deməli ki, o əvvəldən yazıcı olmayıb. Ya mən bir de keçən il getdim Şabranda, bizim yazıçıların yaradıcılıq evi var. Bir balaca qurdalandım, gördüm səndə meçim doluymuş. Bir 25 günə bir 7 hikaye yazdım. Geldim burada, verdim Azərbaycan jurnalında çap oldu. 7 hikaye. Sovet hökumətinin vaxtında çıxsaydı, mən ona bir Moskviç alardım, bir maşın alardım. Mənə 210 manat pul verdilər. Mən necə? Deyim, tabii yox, mən yazmıram. Küsmürsünüz. Küsmək söhbəti deyil bu. Mən elə bir ki, hər əlimdə camadan, boynumda da xurcun asılıb, yükümü yerə qoyuram. Mən burada bir egoizm də var, bir özümün yükümü yerə qoyuram. Boşalmağımı, belə deyək də, təmin edirəm. Və bu çürük toxuma oxşayan yer kürəsində oxuyanlarla oxumayanları həmən ayıra bilirsiniz. Böyük məndə oxuyanlar deyirəm. Yəni mütaliə ilə insanlar. Elə ağzını açan kimi bilirəm ki, bu nə heyvanın quşudur. Yol yoldaşı olursunuz onlarla. Məcbur, məsələn, o da qatara bilet alıbsa, SV vagona, mən də almışamsa, mən onu deyəmlər, amma sən kitab oxumamısan, dur buranı tərk edə. Amma belə tövsiyələr edirsiniz gənclərə, Mən heç vaxt ümumiyyətcə tövsiyə verməyi xoşlamıram, çünki mən ömür boyu ömür boyu... Bayaq dediniz, gənclər öz başına qoymaq olmaz da. Onları necəsə... Kimsə qoymasın, mən durub gəncləri durub, onları bir yere yığam deyirəm ki, mən. Mən özdə, mən nəysə deyilim qoymadım deyəm. Yaxşı, buyur. Dediniz ki, yol yoldaşı olmaram, oxumayanlar. Yox, olaram, bir kupədə gedərəm, amma tabii o düşəcək uzadda, ucarda. Mən də düşəcəm qəbələdə. Səninki səndə, mənimki məndə, nə edirəm onu. Amma adam da var ki, küfədə, ya bir gəmidə, ya bir təyyarədə tanış olursan, 50 il onunla dostluq edirsən. Başa düşürsən. Yəni, bu, qızım, mənim ağıllı balam, bu biznes, bura qatan kimi ədəbiyyat murdarlanır. Başa düşürsən. Ədəbiyyat biznes üçün deyil. Ədəbiyyat ilahi bir şeydir. Allah'tan sonra sözdür. Bəs diqqətlə baxsanız, orada bir şey görəsiniz, bax sözdür. Bildin? Bax, biz çox ümid edirik ki, bizi izləyənlərin arasında auditoriyamızın əksəriyyətini gənclər təşkil edəcək. Bax, gənclərə necə ki, Seyran Səxavət deməlidir ki, oxumayan toplum nə itirir? Amma mən əvvəla bayaq onu deyirdim, nəsə alınmadı. İndi deyək. Mən ömür boyu məsləhət almışam deyil, bax günü bugünə qədər. Mənim məsləhət verməyə vaxtım və həvəsim olmuyor. Bu bir. Şimdi də ki, indiki gəncləri mən bəyənmirəm. Hər cəhətdən bəyənmirəm. Belə fiziki cəhətdən bəyənmirəm. Avtobusa minən kimi bunlar yatıramız. Saat 11'də öz də tezdən. Tezdən 11 yatmaq vaxtıdır. Bəyənmirəm, yaxşı edirəm. Öz qohumlarımda da var onlardan, öz uşaqlarımda, nəvələrimdə də bəyənmirəm. Bunlar mənlik deyil. Və mən belə bir söz var, adama deyirlər ki, mən sözümü çöldən tapmışam. Mən sənə, qızım, o vaxt nəsə deyərəm ki, heç olmasa 90% əmin olum ki, sən mən dediyimi eləyəsən. Eləməyən nə?
Mən o sözü demirəm. Bax, söz də orada yaranır ki, mən sözümü çöldən tapmamışam ki, atım. O da ayaqlasın keçsin. Bildin? Bildim, əlbəttə bildim. Bax, siz ən son nə oxumusunuz? Mən ən son Qulu Akses'in Vətən şeirini. Özdə bir, sana deyim bəlkə bir 10 dəfə oxumuşam. 10 dəfə oxumuşam. Bir də Qulu Akses'in kitabını. Getirib kitabı verin bana. Bir sırağa günü ya dünən bir 20 dənə şeirini oxumuşam. Mən onu çox sevirəm. Çox nəhəng. Dünyada bənzər olmayan şairdir. Azərbaycan ədəbiyyatı da var. Azərbaycan oxucusu istər-istəməz siz burada haqlısınız ki, deməli, yazıçının tərəf müqabili oxucudur. Amma mən şəxsən özümü deyirəm. Bu yekəxanalıq deyil. Heç kəs elə başa düşməsin. Elə başa düşürlər, lap dünəndən başa düşsünlər. Mənim üçün əgər tərəf müqabili yoxdursa, olsa da olmasa mən yazacağam. Çünki mən egoistəm. Öz yükümü boşaldıram. İçimi boşaldıram. Əlcək kimi çevirirəm. Pencək kimi çevirirəm. Fikrim çatır sizə? Çatır. Evet, salam. Yox, oxumur, heç oxumaz məni. Qulu Akses bizlə həm söhbət olunanda dedi ki, o şeirlərinin tərcümə olunmasını, ümumiyyətlə şeirin tərcümə olunmasını tərəfdarı deyil. Həm ki, fikirsiniz onunla. Siz tərcümə olunursunuz. Mən, o tərcümələri mən dünyanın bəyənirsiniz. bir 60 dilinə tərcümə olunmuş. Bəyənirsiniz o tərcümələri. Yəni sizi hiss elətdirir. İtalyanca bilmirəm, axı nə bəyənəm. O da düzdür. Belə sual. Rusça gene bilirəm mən. Rusça belə bir sənətlərdir. Tərcümə bir sənə oxşuyur. Tərcümə ilə yazışı. Ən azından İtalyan dilindən bizə tərcümələri oxuyanda bəyənirsiniz. Yəni tərcümə ədəbiyyatındakı problemlərdən danışmaq istəyirəm. Bugün çox müzakirə olunur. Tərcümə ədəbiyyatında Azərbaycanda qüsurlar çox. peşəkar tərcüməçi bəlkə 1-2 nəfər olaya olmuyor. Tərcümə çox çətin şeydir, qoymursan deyəm. Deməli, bir var, qızım. Bu qədər sualım var sizə. Vaxt az. Var, danışıq da mən bircə buradayım. Deməli, bir var, zat sahədə, boş sahədə sənə deyirlər ki, bax sən burada ev tikməlisən. Düzdür? Düzdür. Tikdə, əgər mühəndissənsə tikdə, hançalına daş düşməyəcək. Bir də var ki, sana deyirlər, bu evi söhməlisən, bunu təzdən tikməlisən. Bax, tərcüməçi odur. Siz də tərcüməçisiniz də. Mən tərcüməçi özdə peşəkarından Yazar qədər məsuliyyətli olmalıdır da. O əlində tərcümə yazar elədi, qədər ikinci yox. yazıcısı. Yazar qədər olsa batacaq, ondan tərcüməçi olmaz. Bax, mən sana bir şey deyim. Qorxudar gözünə. Yox, yazar qədər tərcüməçi məsuliyyət götürsün üstünə, onda heç nə alınmayacaq. Tərcümə çox çətin bir şeydir. Sən mən ola bilərsən qızım, heç vaxt ola bilər. Mən də milyon il sən ola bilərəm. Əgər bir kişi, başqa kişi ola bilərsə nə vaxtsa, onda da əla tərcümə olacaq. Amma Quluya qaydaq, Qulunun şeirləri havadır. Bu hava, o hava yox. Səmət Vurğunda var, havalansın xanın səsi, yəni dalğalansın. Dünya ədəbiyyatı amma tərcümə olunmalıdır və gənclərimiz tanımalıdırlar. O tərcümədə də qüsurlar var. Siz onu müşahidə edirsiniz bu qüsurları, deyirsiniz iradlarınızı. Yoxsa onda demirsiniz məsləhət kimi? Onda demirəm. Məsələn, laf elə keçək kinoya. Tərcümədən, əsas tərcümədən söyləyək. Bəli, tərcümə. Deməli, birinin keyfi yoxdur. Səhər qarşılaşırlar, kinoda deyil. Rusçadan gəlmədi. Çünki mən Rusça da yaxşı bilirəm. Deyir ki, Azərbaycan dillə tərcümə. Sənin keyfin yoxdur, sabaha bir şey səni yenə görürəm. Deyirəm, sən bərpa olundun. Bu binada elə adamdır. Sən buna deməsən ki, özünə gəldin, indi nə tərsən? Bərpa oldun. Bir bərpaçı idarəsi var da qabaq. Köhnə evləri bərpa edirdik mən. Dəhşət, biabırçılıqdır. Bu bir. Sonra dillə bağlı. Elə bir sən qızım, sən narahat olmayı, bu həm də kitabla danışmaqdır. Kitab dillə bağlı, dil də düz deyil. Dillə bağlı vəziyyət son dərəcə qəlizdir. Hətta mən təkliflər də eləmişdim ki, dövlət müdaxilə eləsin, neynəsin. Maraqlı olsa onu da deyə bilərəm. Yəni, vaxt itiririk də düzdür dili qorumaq üçün. Dili qorumağın bir nömrəli Gecikə bilərik. yolunu, yox gecikmişik şey. Dili qorumağın bir nömrəli yolu bilsən nədir? Onu çirkləndirməmək. Bildin mən bunu. Bunu eləmişik artıq. Hardan başlayaq? Biz, əgər deyirsən, mən deyirəm, bunu verəsiniz, verməyəsiniz, mən o dil məruzəmdə tənqid eləmək asandır, düzdürmü? Bəs neyiniyək? Çıxış olur. Çıxış olur. Mən dedim ki, mən özüm də təmənnasız
5-6 nəfər ağlım kəsən adamlardan ibarət bir kollektiv yaradıram. Hər 15 gün, bir ay bir televiziya üzrə növbətçilik eləyirik. Sonra orada gələn səhvləri televizyonun o böyüyünün nəzərinə çatdırırıq. O səhvlər davam eləsə, o televiziyanı 100 manat rəmzi, simvolik cərimə eləyirik. Yenə səhvlər davam eləsə, o televiziyanı 1 milyon manat cərimə eləyirik. Yenə davam eləsə, artıq o televiziyanın lisenziya məsələsini qoyuruq. Yaxşı dildə danışmaq, o necə öyrətmək olar da? Oxumadan, bayaq dedik ki, xalq dilidir də. Hamısı gəlir kitabın üstünə. Kitabın üstünə. Hamısı gəlir. Özdə, yenə deyirəm, birinci o çirkabın qabağını almaq lazımdır. Sonra yavaş-yavaş təmizlik işləri görmək lazımdır. Elə olmasa, bu dil dünyanın ən zəlil, zəkat, bədbəxt, talihsiz, yazıq bir vəziyyətinə düşəcək. Düşür. Mən sizə təşəkkür edirəm. Sualımız da çoxdur. Kitab haqqında da, ədəbiyyat haqqında da. Sabaha qədər sizinlə danışa bilərəm məmnuniyyətlə. Amma yenə zaman bizdən güclüdür. Bir daha təşəkkür edirəm. Çox sağ olun ki, gəldiniz, bizimlə həmsöhbət oldunuz. Sağ olun ki, dəvət elədiniz. Özdə burada kitab hallandırmadıq. Amma dildən danışdıq da əsas. Kitab nədir? Kitab dildir də elə. Elə deyil. Elədir. Sizə də təşəkkür edirəm bizi izlədiyiniz üçün.